Prezident az təminatlı ailələrə birdəfəli maddi yardım verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə 30 dekabrda ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəli maddi yardım veriləcək. Sərəncama əsasən Dünya Azərbaycanlılarının Həmrəylik günü, habelə Yeni il bayramı münasibəti ilə aztəminatlılara 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcəkdir. Bu maddi yardım verilməsi üçün müvafiq büdcədən 15,3 milyon manat məbləğində əlavə vəsait ayrılmışdır. Habelə bu yardım 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardım alan 355 min üzvü olan 76 min ailəni əhatə edəcəkdir. 200 manat məbləğindəki birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardım alan ailələrin bank hesabına köçürüləcək. Məlumat üçün bildirim ki, Əmək və Ailə Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu maddi yardım bayram ərəfəsində aztəminatlı ailələrin bank hesabına proaktiv şəkildə köçürüləcəkdir. Bu yardımın əldə edilməsi üçün aztəminatlı ailələrin, habelə həmin ailə üzvlərinin hər hansısa bir dövlət idarə müəssisə və təşkilatına müraciət etməyinə ehtiyac yoxdur. Qeyd edək ki, son 6 ildə 5 sosial islahat paketi həyata keçirilib və bu islahatlar 4 milyondan çox vətəndaşı əhatə edib.